Buzovnada yaşayan, amma bütün həyatı şəhərin mərkəzində olan bir ana olaraq sizinlə bir günlük vloqumu paylaşmaq istəyirəm. Səhəri uşaqları oyadaraq və bəzən oğlumun mənə kofe hazırlaması ilə açıram. Təbii ki, yatıb qalanda bugünkü lüksların heç birini yaşaya bilmirik və tək dərdimiz məktəbə vaxtında çatmaq olur. Məktəb yemək versə də uşaqların meyvə və vitamin balansını həm də öz nəzarətimdə saxlamaq istəyirəm deyə onlara səhərlər snack box hazırlayıram. Maşında isə hamımız yatıb qalırıq və məktəbə qədər 40-50 dəqiqə yuxu zamanımız olur. Hibrid rejimdə korporativ həyatım olduğu üçün çəkilişlərim olan günü işləri kompüterdən çəkilişlər arası idarə edirəm. Günortadan sonra estafeti ötürürəm atalarına. Nazim uşaqları məşqə aparır. Xeyr, bu kömək deyil, bu valideynliyin digər tərəfidir. 2 il əvvəl ChatGPT-dən soruşanda ailə dəyərlərimizə ən uyğun idmanın məhz judo olduğunu vurğulamışdı. Mən judonun fəlsəfəsini çox sevirəm. Çünki judo gücdən əvvəl hörmətdir. Yumşaqlıqla qalib gəlmək bu yalnız texnika deyil, həyat prinsipidir. Uşaq yıxılır, qalxır, uduzur, yenidən sınayır, yorulur, amma yarımçıq qoymur. Özgüvən yıxılıb qalxa bildiyini gördüyün anda yaranır. Judo uşaqlara sadəcə güclü olmağı yox, özünü idarə etməyi də öyrədir. Biz uşaqları qalib olmalısan deyə böyütmürük. Biz onları davamlı və dayanıqlı olduğun zaman hər zaman uğurlu olacaqsan məntiqi ilə böyüdürük. 2 uşaqlı ana olmaq əslində yorucu deyil. Sistemsiz olmaq və tək qalmaq yorucudur. Mən nə qədər anayamsa, Nazim də o qədər atadır.